Əmin xanım, bir natiqin nitqində nələr olmalıdır? Gəlin bunu əlifba sırası ilə deyək. Aydın danışıq, Bədən dili, cəlbedicilik, çıxışa hazırlıq, dəqiqlik, emosionallıq, əsaslandırma, fikir aydınlığı, göz təması, hazır cavablıq, xarizma, intonasiya, jestlərdən doğru istifadə, kommunikasiyaların qurulması, qrammatikanın doğruluğu, lüğət ehtiyatının genişliyi, mənbələrə istinad, nəfəsin doğru alınması, orijinallıq, özünə güvən hissi, pauzalardan istifadə, ritorik suallar, səsin doğru idarə olunması, şuuraltı təsir, təkrarlardan istifadə, uzun danışmamaq, ümumiləşdirilmiş sözlərdən istifadə etməmək, vurğuların düzgün qoyulması, yaddaş möhkəmliyi, zamana diqqət yetirmək.